və verilişimizin ikinci bölümündə qonağımız Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təminə xanım Tağızadədir. Çoxdan arzuladığımız qonaq idi. Xeyli vaxtdır ki, yəni bu istiqamətdə AMADA ilə danışıqlarımız gedirdi və bugünə qismətimiz. Təminə xanım, Azərbaycan Milli Antidopinq Agentliyi, yəni açığı söhbətə bir qədər yarı zarafat, yarı ciddi belə başlayayım. Reallıq bundan ibarətdir ki, bu bir reallıqdır, özünüz də yəqin ki, bunu qəbul edəcəksiniz ki, idmançılar AMADA antidopinq nümayəndələr gəlib test götürüləcək deyiləndə bunu o qədər də xoş qarşılamırlar. Yəni sevmirlər. Amma təbii ki, bu bir reallıqdır ki, yəni hər kəsin öz işi var. Peşəkar idmançının da bəlli məsələdir ki, bir öhdəliyidir AMADA ilə əməkdaşlıq etmək. Ümumiyyətlə bütün federasiyaların, qurumların bir öhdəliyidir və bu Beynəlxalq Antidopinq Agentliyi, yəni Azərbaycanda da yəni Milli Antidopinq Agentliyi. Ümumiyyətlə bax, bu idmançılarla bu birinci ondan başlayır. Bu dil tapma prosesində, yəni olur ki, yəni, müəyyən qədərini çətinliklər yaranır. Və bu dil tapma prosesini necə həyata keçirirsiniz əməkdaşlar? Birinci ondan başlayaq elə. Salam, təşəkkür edirəm məni bura dəvət etdiyinizə görə. Əslində düzsüz. AMADA, Azərbaycan Milli Antidopinq Agentliyi 2016-cı ildə yaranıb. Ola bilsin ki, o vaxtı yaranmanın məqsədi o idi ki, ciddi monitorinq aparılsın ki, ölkədə deməli dopinqin istifadəsi o vaxtı çox ağır bir azaldılsın, olmasın, minimum endirilsin və s. İndi isə 9 il keçdikdən sonra biz istiqaməti bir balaca dəyişdirmək istəyirik. Nəyə görə? Biz testinqə aparacağıq. İndi əslində idmançı heç nədən qorxmursa, dopinqdən istifadə etmirsə, nəyə görə qaçmalıdır AMADAdan? Əslində belə deyil, mi? Düzgün yanaşmalı, bəli. Və idmançıların əksəriyyəti, yüksək nəticə göstərən idmançılar heç vaxtı testingdən qaçmırlar. Onlar bilirlər ki, onları deməli beynəlxalq yarışlarda, olimpiyadada və s. dünya birinciliyi də və s. onları onsuz da yoxlayacaqlar. Bəli, onsuz da yoxlanacaq. Onsuz da yoxlayacaqlar və buradan qaçmaqla deyil. Dil tapmaq da bilmirəm. Bəlkə mən AMADA direktor gəlməkdən, rəhbər gəlməkdən əvvəl İdman Akademiyasında 8 il prorektor kimi çalışmışam. O vaxtı məndə alındı, mən idmançılarla dili pis tapmıram. Bu önəmli məqamdır təbii ki, yəni həqiqətən çox önəmli. Yəni idmançını həqiqətən yəni düzgün qeydirirsiniz. Yəni əgər sənin heç bir belə deyək də pis işin yoxsa, söhbət bu qəbulu qadağan olmuş preparatlardan gedir. Onun qorxacaq bir şeyin yoxdursa, nə problem var ki? Amma da bax bizim bugünkü əsas fəaliyyətinizin prioritet istiqamətləri hansı istiqamətdədir və eyni zamanda ölkədə ümumiyyətlə necə görürsünüz? Yəni son illərdə bu qəbulu qadağan olunmuş preparatlardan istifadə məsələlərindən bir azalmalar, yəni ümumiyyətlə bugün ölkədə durum necədir? Bu təmiz idman prinsiplərinə federasiyalar, idmançılar əməl etmə baxımından durum nə yerdədir? Əslində antidopinq qaydalara baxanda 11 antidopinq qaydası var. O tək belə qadağa olunmuş maddələrin istifadəsi deyil. Başqa məqamları da var. Məsəl üçün, yüksək nəticə göstərən idmançılar və elə idmançılar ki, hansı ki, şübhə törədib ya nə vaxtsa o qadağa olunmuş maddələrdən istifadə edib, bizdə belə bir xüsusi qeydiyyata alınmış test qrupları var və o qrupa biz daxil edirik o idmançıları və evdə gedib müəyyən bir, deməli, günün müəyyən bir saatında onları hər vaxtı yoxlaya bilərik. Bəli. Yerində olmasalar, o da antidopinq qayda pozuntusu da, bəli, o da antidopinq qayda pozuntusu kimi sayılır və s. AMADA'nın fəaliyyətinə gələndə bir neçə istiqamət var. Birinci istiqamət test etmədir və bizim ölkə üzrə test etmə planımız var. İdman növləri əvvəlcə analiz keçirilir və 5 risk qrupu var. Ən yüksək risk qrupuna Azərbaycanda məsəl üçün boks idman növü, sonra güləş və Yəni judo. tək mübarizlik, yəni döyüş növləri. Döyüş növləri bu qrupaya aiddir. Dünyada məsəl üçün ən yüksək riskli qruplar atletika və velosiped idman növü aiddir. Döyüş qrupları da aiddir ora, amma Azərbaycanda bir balaca vəziyyət fərqlidir.
Bəli, birinci istiqamət bu test etmədir. İkinci istiqamət məncə ən önəmli istiqamət maarifləndirmədir. Çox önəmlidir maarifləndirmə. Maarifləndirmədir və bu ildən başlayaraq, 2025-ci ildən başlayaraq biz yeni strategiya yazırıq, 2025-2029 və o strategiyaya uyğun olaraq təhsil strategiyamızı da dəyişdiririk. Nəyə görə? Əvvəla yeni qruplar yaradırıq, hardakı biz maarifləndirmə daha dərin aparacağıq. O, deməli, azyaşlılar, yeniyetmələr, idmançılar. Yeniyetmə idmançıları və onların valideynləri. İndiyənə kimi valideynlər arasında heç bir maarifləndirmə aparılmırdı. Məncə önəmli bir məqamdır. Sonra, deməli, çox önəmli bir məqamdır səhiyyə sistemində işləyən həkimləri də maarifləndirmək. Ona görə ki, idmançı hər zaman hər bir həkimə müraciət edə bilər. Yəni, o qədər, bəli, hər klinikada müraciət edə bilər. Təcili, bəli, force major hallar ola bilər. Force major hallar ola bilər və səhiyyə sistemində çalışan həkim dopinqdən, qadağa olmuş maddələrin siyahısından xəbəri olmadan o, deməli, dərmanı yaza bilər idmançıya, o da bilmədən qəbul edib, sonra testə düşəndə, deməli, problemlər yaranır. Onlarla da, deməli, təhsil aparmaq, tədrisi aparmaq çox önəmlidir. Başqa bir məqam, AMADA-nın fəaliyyətinin məqamı, deməli, beynəlxalq əlaqələrdir. Elə onu istəyirim, bax, beynəlxalq əlaqələr. Çünki, bax, indi mətbuatda müntəzəm izləyirik, yəni AMADA-nın, yəni özünüz, əməkdaşlarınız bu beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində yəni xeyli işlər görülür. Bax, bugün beynəlxalq əlaqələrin qurulmasında yəni əsas prioritet istiqamətlər, əsas nələrə diqqət yetirirsiniz? Əsas diqqət biz yetirməliyik beynəlxalq antidopinq qanunvericiliyə. Ona görə ki, get-gedə o qanunvericilik daha da sərtləşdirilirmi? Sərtləşdirilir və bildiyiniz kimi Avropa Şurasının antidopinq komitəsi var. O komitə üzərində, deməli, tərkibində 52 ölkənin nümayəndəsi var. Onların içərisində Azərbaycanda mühüm bir yer tutur və keçən ilin, 2024-cü ilin mart ayında yeni bir dəyişiklik ilə olundu beynəlxalq antidopinq qanunvericiliyə. Orada before kimi maddə əlavə olundu. Orada yazılır ki, hər bir ölkə non-compliant elan edilsə, WADA-ya imkan yaradılır ki, ölkə rəhbərliyinə sanksiya verilsin. O qədər ciddiləşib. Məsələn, yəni bu qədər ciddiləşib. O qədər ciddiləşib. Bir sual verin. Bax, son illərdə indi təbii ki, biz bilirik, AMADA tərəfindən illik hesabatlar dərc olunur, açıqlanır. Yəni, il ərzində qəbulu qadağan olmuş maddələrlə bağlı indi təbii ki, təəssüf ki, hallar olur, kimlərsə cəzalandırılır. Amma, bilmirəm, mənim subyektiv fikrimdir. Görünən budur ki, sanki əvvəlki illərlə müqayisədə, bax, bu artıq dopinqə görə, yəni qəbulu qadağa olmuş maddələrə, qayda pozuntularına görə cəzalandırılmış idmançıların sayında azalmalar var. Bəli. Bax, bu məqam, mən indi təbii ki, bunu tərif kimi çıxmasın, amma düşünürəm ki, AMADA-nın fəaliyyəti ilə birbaşa əlaqəlidir ki, yəni AMADA deməli maarifləndirmə işlərini, federasiyalarla bu əlaqələr təbii ki, eyni zamanda bu federasiyalar da bura aid edir. Təbii ki, onlara da sağ olsunlar ki, onlar da işləyirlər, amma hər şey təbii ki, birbaşa bu qurum, məsul qurum siz olduğunuz üçün deməli, qarşılıqlı əlaqələr, maarifləndirmə işləri düzgün aparılır ki, artıq burada sayda xeyli azalma var. Siz düzgün qeyd etdiniz, azalma var, ancaq mən bir məqama toxunmaq istəyərdim. Antidopinq üzrə iş tək AMADA-nın işi deyil. Bəli. O komanda işidir. Komanda işidir, bəli. Burada idmançılar özləri. Amma əsas maarifləndirməni siz aparırsınız. Maarifləndirməni biz aparırıq, amma bilirsiniz necə, o AMADA əslində balaca bir agentlikdir. Biz ona görə də təhsil siyasətimizi dəyişdirdik və bu ildən başlayaraq biz müraciət elədik bütün idman federasiyalarına. Onlardan istədik ki, hər idman federasiyası ən azı 2 nəfər deməli təlimçi bizə versin ki... O şəxslərdən biri də mən olacağım. Gəlmişəm artıq, yəni çalışdığım federasiyada
Çox yaxşı, çox Çünki yaxşı. xeyli vaxt mən Amada ilə əlaqələndirici şəxs vəsiyyətini yerinə yetirdim. Biz onlar üçün COT apararaq, biz o təlimlərin sayını da, keyfiyyətini də artırmaq üçün bizə böyük bir dəstək olacaq. Bundan əlavə İdman Akademiyası da bizə böyük bir dəstək verir. Antidopinq fən kimi kurikuluma daxil olub və bütün hal-hazırda deməli tədris prosesində əlavə olunub əsas fən kimi. O çox bir mühüm bir iş idi. Və Beynəlxalq Antidopinq Agentliyi WADA bilirik ki, müntəzəm hər il qəbulu qadağan olunmuş preparatların siyahısını yeniləyir. Əlavələr olur. Ola bilər indi hansısa çıxır, ya əlavələr. Bax, bu istiqamətdə təbii ki, indi bu AMADA tərəfindən federasiyalara da məlumatlar verilir, çatdırılır. Bax, bu istiqamətdə heç şübhəsiz ki, artıq federasiyaların tibb personalının, məşqçilərin üzərinə çox böyük iş düşür. Bax, bu siyahıların yenilənməsi bir tərəfdən düzdür. Yəni ki, ola bilər keçən il siyahıda olmayan bir preparat bu il artıq qəbul qadağan olunmuş preparat kimi qəbul oluna bilər. Bax, bununla bağlı bu maarifləndirmənin təbii ki, əsas istiqamətlərindən biri də budur ki, hamı artıq bu siyahı ilə yaxından tanış olsun və federasiyalarda göndərilir bu siyahılar. Mənimsənilmə prosesi, yəni ümumiyyətlə federasiyaların tibb personalı bu istiqamətdə sizə yardımcı olma barəsində, yəni əməkdaşlıq məsələləri bu hansı səviyyədədir? Əslində bu deməli qadağa olunmuş maddələrin siyahısı hər il dediyiniz kimi yenilənir və hər ilin dekabr ayında yenilənmiş siyahını Azərbaycan dilinə tərcümə edib biz bütün federasiyalara göndəririk. Və trening kurikulumuna dəyişiklik eləyirik ki, hər dəfə maarifləndirmə aparanda orada vurğulayaq ki, hansı maddələr, yeni maddələr daxil olub və hansı maddələr artıq o siyahıda deyil. Bu iş istiqamətində biz başqa bir layihəyə də başlayırıq. Səhiyyə Nazirliyi bizə böyük dəstək verir bu barədə. O biraz uzun işdir, amma biz çalışarıq ki, bir il ərzində hardasa 2026-cı ilin ortalığına biz bu layihəni artıq başa çatdıraq. Nədən ibarətdir? Belə bir sistem yaradırıq, elektron sistem. Ona hər bir adam, idmançı, həkim, idmançı köməkçi heyəti, məşqçilər və s. daxil ola bilərlər və dərmanın adını yazaraq oradan informasiya əldə edə bilərlər ki, dərmanın tərkibində qadağa edilmiş maddə var ya yoxdur. O biraz belə vaxt tələb edən bir layihədir, amma biz artıq başladıq onunla çalışmağa və ümid edirəm ki, 2026-cı ilin hardasa ortalığında biz artıq onu nümayiş edərik bu proqramı. Təminə xanım, bir məqamda ondan ibarət, yəni bax burada müxtəlif manipulyasiyalar, qəbulu qadağan olmuş preparatlar, amma eyni zamanda bir çox hallarda olur ki, məsəl üçün təcrübədə də bu cür hallar var ki, idmançılar məsələn bilir kiminsə və ya məşq görür ki, kimsə istifadə edir, amma bunu demir, bildirmir və bu cür hallar təbii ki, və yaxud da ki, məşqçi tərəfindən hansısa bir psixoloji təzyiqlər olur, heç kim bilməyəcək, qəbul eləm onu, məsəl üçün müddəti 3 gündür, 5 gündür, narahat olma. Bax, bu kimi məqamlar olanda bilir ki, AMADA-nın platformalarında bununla bağlı bir anonimlik qorunması şərti ilə, yəni bax belə düz biz xalq olaraq məsəl üçün bir çox hallarda deyirik ki, yəni kimsə nəyisə deyirsə ona o qədər yaxşı qarşılamır, bu psixoloji faktordur. Mən düşünürəm ki, negativ məqamlar qeyd olunmalıdır. Ümumiyyətlə bax belə bu cür anonim müraciətlər, anonim hallar olurmu ki, yəni ki, məsəl üçün kimsə məsəl üçün məşqçiyə, idmançıya məşqçi tərəfindən bir psixoloji təzyiq var ki, bundan istifadə et. Müraciətlər olurmu? Siz düz qeyd etdiniz. Bizdə susma platforması var və ora hər bir adam müraciət edə bilər. Deməli, ora idmançılar da müraciət eləyib. Bir neçə hal olub ki, valideyn müraciət eləyib, belə bir halda olub. Bir dəfə də məşqçi müraciət eləyib, belə də bir hal olub ki, ona təzyiq göstərilir. Ki, istifadə et. İstifadə, yox. İdmançılara deməli qadağa olunmuş maddəni ver ki, hansısa performansı yüksəlsin. Ancaq çoxlu müraciət də var, hansı ki, bilirsiniz necə, başqa idmançıya zərər vurmaq üçün. Bəli, yalan məlumat. Bizdə deməli investigation bölməsi var.
Onlar bütün müraciətləri çox dərindən baxırlar, analiz eləyirlər, sonra testing departamentə keçirirlər ki, bu və bu deməli idman federasiyalarda əlavə test keçirmək lazımdır. Ya hansısa idmançılara əlavə test keçirmək lazımdır və bir neçə hal olub ki, orada doğrudan da qadağa olmuş maddə aşkarlanıb. Yəni biz həqiqətən bu təmiz idman deyiriksə, hər şey doğrudan da, yəni təmiz, ədalətli, şəffaf olmalıdır və çünki sonu nə olur? Bir müddət, yəni bir idmançı yaxşı, tutaq ki, bir dəfə keçdi, yəni yoxlamadan olmadı, nəticə qazandı. Amma istənilən halda böyük yarışlarda onlar yoxlamadan keçirlər, burada olmasa belə. Amma sonu nə olur? Hər şey üzə çıxır, nəticə əldən alınır, nəticələr ləğv olunur və sonda idmançıya qalan medal əlindən alınır. Sonda ona qalan nə olur? Heç nə. Hər şey əldən çıxır, psixoloji zərbə alır, idmandan uzaqlaşdırılır, karyerası məhv olur. Yəni həqiqətən, yəni bir dönəmi bir uğurlu nəticə üçün bütün karyeranı məhv etmək bu heç düzgün deyil. Bax bu istiqamətdə, bax bu dopinqa qarşı mübarizədə təbii ki, idmançılar, yəni hamı birlikdə yəni mübarizə aparmalı. Bax onu az əvvəl düzgün qeyd etdik, yəni valideyn məsələsi. Yəni valideynlər özləri belə həqiqətən də bax bu o qədər hallar olub ki, idmançı maarifləndirmə nə olsun, maarifləndirmə prosesi həyata keçirilib. Amma həmin o tədbirdə, prosesdə məsələn idmançı ya yuxulayıb, ya diqqətlə qulaq asmayıb. Elementar adi bir, bilmirəm, yəni qripa qarşı mı olsun və ya baş ağrısı dərman olsun, bilmədən dərman atıb dopinqa düşüb. Çünki bu hamısı nədən irəli gəlir? İdmançının təbii ki, bu özünün də bir məsuliyyət faktoru ön planda olmalıdır. İdmançılarımız bugün ümumiyyətlə bax bu məsələlərdə nə dərəcədə məsuliyyətlidirlər? Onları bax bu yanaşmaları istiqanə eləyirmi? Böyük ölçüdə götürürük. Təbii ki, istisnalar həmişə var. Yüksək nəticələri göstərən idmançılar o qədər karyera haqqında karyeralarını qoruyurlar, öz adını qoruyurlar. Bəli. Onlar çox böyük bir məsuliyyətli insandılar. Onlar böyük bir diqqət verirlər ki, hər dərman olsun, ya nəsə olsun, nə qəbul elədilər. Onlar neçə dəfə fikirləşirlər ki və yoxlayırlar ki, bizə müraciət edirlər. Bu dərmanda dərmanın tərkibində qadağa olunmuş maddə var. Sayı çoxdur. Bəli, sayı çoxdur müraciətlərin. Bizim belə bir departamentimiz var, hansı ki, o ilə məşğuldur. Və biz əslində olimpiada dövründə bizdə 24 saat belə bir servis var idi. Telegram kanalında da biz açmışdıq, orada bot da var idi, hansı ki belə bir suallara cavab da verə bilirdi. 24 saat bizdə deməli telefonumuz da açıq idi, hər bir idmançı bizə müraciət edir. Bu məqamda mən görürəm ki, siz yəni həqiqətən də bax bu innovativ, texnologiya, innovativ yanaşmalara xüsusi yer ayırırsınız. Yəni bunun özü müsbət məqamdır. Düzdür, ağırdır 24 saat işləmək, 24 saat xəttdə olmaq, amma istənilən halda xüsusilə olimpiada dövründə Olimpiada dövründə hamımızın məsuliyyəti idi ki, Azərbaycanın adı yüksəlsin və s. Ona görə biz hər dəfə həmişə hazırıq 24 saat Azərbaycanın adına görə işləyir. Bu bizim belə Amadan icraçı direktoru olaraq bu gün üçün yəni heç bir şey mükəmməl deyil təbii ki, hər bir şey daha yaxşısını, daha artığını etmək mümkündür. Və bugünkü fəaliyyətinizə, yəni özünüz qiymət verirsinizsə, verdikdə, yəni siz daha nələri etmək istəyirsiniz? Məsəl üçün, nə kimi planlarınız var ki, yəni biz bunu da edək, hər şeyi bir qədər daha bir üst səviyyəyə qaldıraq? Yəni bugünkü fəaliyyətiniz və görmək istədiyiniz işlər. Əslində həmişə iş çoxdur. İşi daha da yaxşı eləmək olar. Biz strateji olaraq hansı plan qurmuşuq bu ilə? Deməli, yeni hədəf qruplarından mən danışdım. Deməli, gənc idmançılar, onların valideynləri, ölkənin səhiyyə sistemində çalışan həkimlər və s. Bundan əlavə, deməli, bilirsiniz, sual yaranır ki, idmançılar nəyə görə dopinq istifadə edirlər? Onlar istəyirlər ki, onların performansı daha yaxşı olsun, daha yüksəlsin. Amma alternativ yollar da var. Alternativ yolları idmançılara, idmançıların idmançı köməkçi heyətini tanıtmaq üçün biz belə bir təhsil hub'ı, təhsil platforması yaratmaq fikrindəyik. Əslində Ümumdünya Antidopinq Agentliyinin belə bir platforması var, ADEL platformasıdır. Biz bir neçə modulu Azərbaycan dilinə tərcümə edib artıq təklif etmişik bütün idman federasiyalarına. İngilis dilindədir, amma biz
Azərbaycan dilində idmançılar üçün və məşqçilər üçün artıq bu modulu Azərbaycan dilinə tərcümə edib platformaya yerləşdirmişik. Və kim istəyir o platformada registrasiyadan, qeydiyyatdan keçir və özünə təlim keçə bilər. Bundan əlavə olaraq biz əlavə təhsil deməli platforması açmaq fikrindəyik və ona hazırlaşırıq. O da böyük bir işdir, vaxt aparan bir işdir, amma biz artıq başlamışıq o barədə, o məqamda işləmək. Nədən ibarətdir? Performansı yüksəldmək üçün başqa üsullar, alternativ üsullar da var. Məsəl üçün, deməli, travmaların azaldılması. Trauma prevention deyilən bir məqam var. Sonra idmançıların qidalanması. O da böyük bir önəmli faktordur. Orada deməli çəki salmaq və çəki artırmaq, düzgün deməli elmi əsaslarla bu işə baxmaq və s. Və onunla əlaqədar bizim yaxşı beynəlxalq əlaqələrə toxunanda bizim yaxşı deməli dünyada ən tanınmış ekspertlərlə yaxşı əlaqələrimiz var. Beynəlxalq nüfuzlu universitetlərdə çalışan ekspertlərlə və s. Onlardan istifadə edərək, onların biliyindən və bacarığından istifadə edərək biz bu təhsil platformasını qururuq və hər zaman idmançılar, idmançı köməkçi heyəti, həkimlər və s. o platformadan istifadə edərək yeni biliklər əldə edə bilərlər. Amma da bugün yəni ölkədə bu belə deyək də, bax bu indi adından da görünür ki, Milli Antidoping Agentliyi, bax bu kifayət qədər danışdınız, gələcək planları, strategiyalar, qadağan hər il yenilənən qadağan olunmuş siyahılar. Və bir sual da verim, bilmirəm, bəlkə də indi cavab verməyə bilərsiniz, ola bilər ki, verəcəyim suala uyğun olaraq. Ümumiyyətlə, ölkəmizdə dopingdən istifadə baxımından ən çox hansı idman növləri daha çox geniş bu şeylərdən istifadə olunub, qəbulu qadağan olunmuş maddələrdən istifadə baxımından hansı idman növlərində daha çox istifadə halları var? Əslində keçən ilə baxanda 2024-cü ildə bizdə 8 antidoping qayda pozuntusu deməli aşkar olunub və sanksiya elan edilib 8 keysdə. Onlardan əslində bizim saytımızda açıqlama verilir. Siz idman növlərinə baxa bilərsiniz. Orada statistika bilsiz elədir ki, ən çox deyə bilmərəm. Bir neçə idman növündə aşkarlanır. Burada məqamlar var ki, hələ yetkinlik yaşına çatmayan idmançıların adları ümumiyyətlə açıqlanmır. Ancaq yuxarı yaş kateqoriyalarında olan, təbii ki, burada idmançının yaş məsələsi nöqteyi nəzərindən. Amma 8 qeyd etdiniz. İl ərzində, bilmirəm, mənim subyektiv fikrimdir, mənə görə il ərzində bu aşağı göstəricidir. Yaxşı ki, aşağı göstəricidir. Bəli, aşağı göstəricidir. Başqa bir məqam var. O, bilmirəm, çalışarıq ki, maarifləndirməni gücləndirməklə və s. tək bizdən o asılı deyil, eləmi? Baxarıq ki, 25-ci ilin axırında nə qədər pozuntu olar. Mən ümidvaram ki... 8-dən də, ümumiyyətlə olmayacaq. Ümumiyyətlə olmasın təki. Ümumiyyətlə olması alınmır, amma... Olsa belə 8-dən az olsun. Az olsun. Və təbii ki, az olması bu eyni zamanda həm də təbii ki, AMADA-nın, federasiyaların qarşılıqlı fəaliyyətinin doğrudan da yüksək səviyyədə olması anlamına gələcək. Ümid edirik ki, federasiyalar da bu işdə təbii ki, çox məsuliyyətli olmalıdırlar, idmançılar özləri də. Yəni, bu bir komanda işidir, Təminə xanım dediyi kimi və bizim istədiyimiz nədir? Təmiz idman. Tək ki, hər şey təmiz olsun. Təşəkkür edirəm sizə Təminə xanım gəldiyiniz üçün və artıq bizə ayrılan vaxt yekunlaşır. Ölkə idmanında təbii ki, təmiz idmandan danışdıq. AMADA-nın icraçı direktoru Təminə xanım Tağızadə görülən işlərdən, görüləcək işlərdən danışdı və ümid edirik ki, bundan sonra ölkə idmanında təbii ki, AMADA-nın da bu işdə öz töhfəsini verəcək ki, ölkə idmanımız təmiz olacaq. Bizim idman artıq yekunlaşır və tamaşaçılar sağollaşmazdan əvvəl bir daha qeyd edim ki, verilişimizin baş sponsoru Azərbaycanın qanuni idman mərci oyunları operatoru misli ilə yenidən görüşərik, salamat qalın.